Tamam değerli dostlar, değerli izləyicilər. Nəhayət ki, tam şəxsi tikili, gözəl, 3 mərtəbəli, 5 sot torpaq sahəsində sizə möhtəşəm sözünün haqqını verən bir ev çəkib təqdim edirəm. Değerli dostlar, değerli izləyicilər, bizi izləməyə davam edin ki, belə evlərlə tanış ola biləsiniz. 5 sot torpaq sahəsində 3 mərtəbəli, gözəl bir ev çəkib təqdim edirəm. Baxın, bu evlər 10 sotda tikilib, 5 sotda budur, 5 sotda odur. Satışda olan ev odur. Sadəcə olaraq bu təmirli variantıdır. Baxın, belə göstərirəm ki, həyət yanı sahəsini. Bax, bu təmir eləsəz, belə bundan da gözəl, bundan da qəşəng ola bilər. Sadəcə o təmirsizdir deyə deyirəm ki, o üzün görüb qorxmayasınız da. Yəni o möhkəm tikili bir evdir. Deməli belə, evin hər iki tərəfi yoldur. Orada yoldur değerli izləyicilər. Burada yoldur. Evin yəni qabaq hissəsi də, arxa hissəsi də yoldur. Deməli, evin sərhəddi buradandır. Buradan bu tərəf bunundur, bu tərəf bunundur. 5 sot torpaq sahəsindədir. Bura indi kol-kos ağac basıb buranı. Yəni həyət balaca görsənə bilər sizə. Amma yəni kifayət qədər geniş həyət yanı sahəsi var. Burada 5-in 4-ə bir otaq tikib. Buranın üstünü bağlayıb artıq əşyaları yığmağa bunlar hamısını söktürəcəksiniz inşallah. Həmin o qaraj hissəsi, 2 maşınlıq qaraj hissəsi buradadır değerli izləyicilər. Bu keçim. Evin super panoraması var. Çox hündür ərazidə yerləşir. Paket kupçadır. Evin də, torpağın da kupçası var. Hər mərtəbə monolit betondur. Bu evdə də qoşa daşdan, betondan söhbət etməyə ehtiyac yoxdur da. Bunlar hamısı hesablanıb, hamısı ölçü biçini olunub. Tavan hissəsi, evin bir çox təmirat işləri görülüb. İndi necə var elə satılır. Bura giriş hissəmizdir. Burada bizim qonaq otağımız yerləşir. Əziz izləyicilər, özünə, övladına, yaxınlarına ev almaq istəyənlər yəni bu evi əldən qaçırtmasınlar. O kərpic gördüyümüz yer havalandırma sistemidir. Krişaya qədər qalxır o. Yəni onu hər evdə olmur elə şeylər. Baxın, bura birinci mərtəbədə bir yataq otağıdır. Santexnik elektrik işləri görülüb. Qoşa daş, monolit beton, çox keyfiyyət. Buradan düşür birinci mərtəbəyə. Burada birinci mərtəbədə olan sanitar qovşaq hissəsidir. Burada arxada bunun eyvan hissəsidir. Eyvandan həyət yanı sahəsini görürsünüz değerli izləyicilər. Hündürlük super, ideal vəziyyətdədir. Yəni özünə ev istəyən müştəri bu evi qaçırtmasın. Burada başqa söhbət ola bilməz. Düşürük evin padval hissəsinə, eyni zamanda qaraj hissəsini sizə göstərəcəm. Baxın, yeri də betonlu. Padvalın yerinə qədər betonlu değerli izləyicilər. Qarajın qapısı buradandır. 2 maşın rahat girdi. Açdın qapını, girdin içəri. Burada böyük bir otaq var. Arkasında katelli sistemdir ki, kombi sistem buraya yığılacaq inşallah. Baxın, bura katelli sistemdir. Kombi bağladım bura. Şaxtadan, qardan, yağışdan yəni qorunur istər-istəməz. Buradan görürsünüz, santexnik elektrik işləri çəkilib. Buranı kladovka edə bilərsiniz. Buradan qalxaq evə. Evin 2-ci, 3-cü mərtəbəsini sizə yaxından tanış edeyim. Değerli dostlar, bu evin adamın dili gəlmir bu evə qiymət qoysun. Həqiqətən qoyduğu puldan qat-qat aşağı. Qoyduğu puldan, vaxtında xərclədiyi puldan qat-qat aşağı təklif olunur. Evin indi super bir mənzərəsi var. Onu da mən sizə göstərəcəm. 2-ci mərtəbənin otaq bölgüsünü sizə göstəreyim. Deməli belə, 2-ci mərtəbədə 3 yataq otağımız var. Amma buranı 4 otaqda eləmək olar. Deyəcəm. Bir otağımız buradadır. Eyni zalın üstüdür. Burada deməli ev yiyəsi nə edib? Bura kanalizasiya xətti çəkib. Burada kanalizasiyanın yeri var. İsti su, soğuk su çəkib. İstəyə görə burada bir dənə otağın içində hamam tualet yaratmaq mümkündür. Nəfəsim kəsildi. Bir otağımız burada yerləşir. Hər otağa kondisioner xətti qoyulub. Bir otağımız burada yerləşir. Baxın, buranı kəsilsə də bir otaqda burada yaratmaq olar. Burada eyvana çıxış var. Evin qapısına qədər asfaltdır değerli izləyicilər. Baxın, eyvan hissəsidir. Bura evin həyət yanı hissəsidir. Deməli, evin arxasında bir dənə panorama var ki, birbaşa duz gölünə, hündürlüyə, təmiz havaya açılır. Değerli dostlar, baxın, həmin hündürlük bax burada değerli izləyicilər. Bax, sakit, təmiz havadır. Yəni evlərin krişasını görürsünüz də, 3 mərtəbəli evlərdir. Krişası sizin ayağınızın altındadır. Çox hündür bir ərazidədir. Birbaşa duz gölünə qabağı kəsilməz panoraması var. Bu tərəfdən Koroğlu görsənir, bu tərəfdən Novxanı görsənir. Hər iki tərəfdə yoldur. Burada yoldur, evin qabağı da yoldur değerli izləyicilər. Qiymət 220 min manat təklif olunur. 220 min manat təklif olunur.
Real müştəri olsa biraz da qiyməti münasib etmək mümkündür dəyərli izləyicilər. Da fantastik 40 min, 50 min endirim gözləməyin, amma münasib endirim eləmək mümkündür. Fikri real olan müştərilər, konkret özünə mülk, ev, əmlak almaq istəyənlər buyurub əlaqə saxlasınlar. 5 sot torpaq sahəsində bu möhtəşəm tikili satılır. Qaçırmayın, bu şansı qaçırmayın. Belə evlər hər gün satışda olmur. Masazır qəsəbəsində bizlə əlaqə saxlayın, gəlin, buyurun, baxın. Buyurun, kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.